Sizinə dərsliyinizdən təsirlənməyən feillər, feili sifət, feili bağlama bunlardan danışacağıq. Bizdən istəyir ki, birinci sualda ümumiyyətlə hansı sualına cavab verən sözləri seçməyimizi istəyir. Gəlin oxuyaq. Uçan quşların səsi bir-birinə qarışmışdı. Sual veririk. Hansı quşların? Uçan quşların. Biraz bunu balacalaşdırım. Fil çalınanda yarışan idmançılar sıraya düzüldülər. Hansı idmançılar? Baxın, hansı sualını verirəm. Dünən baxdığım film hansı film? Birinci gəlin bir də yadımıza salaq ki, hansı sualını biz hansı nitq hissəsində görmüşük. Yadınıza gəlirsə, hansı sualını biz sifətdə görmüşük. Amma hər hansı sualına cavab verən söz mütləq sifət olmalı deyil. O sifət də ola bilər, feili sifət də ola bilər. Yadınıza gəlsə, biz bundan öncəki dərslərimizdə sizlə danışdıq təsvirlənməyən formalar və məsdər haqqında. Bu dərs isə danışacağıq feili sifət haqqında. Feili sifət elə bir nitq hissəsidir ki, uşaqlar, bax, qalıblar ortada. Bilməyiblər, feil kimi feil götürsünlər, yoxsa sifət kimi sifət götürsün və nəhayətdə qərara gəliblər ki, bir nitq hissəsi yaratsınlar, adı da feili sifət olsun. Feili sifətin bilməli olduğumuz şəkilçiləri var. Düzdür, burada qeyd edilməyib, onları mən sizin üçün qeyd edirəm. An, acaq, ası, malı, dıq üstəgəl mənsubiyyət və mış şəkilçisi var. Bu şəkilçiləri qeyd eləməyinizdə fayda var. Onlar sifət kimi təyin ola bilirlər, hansı sualına cavab verə bilirlər və hərəkət kimi də, feil kimi də hərəkət bildirirlər. Məsələn, yazan şagird nə edən, yəni hərəkət var. Təsdiq və inkar da ola bilər. Məsələn, yazan şagird, yazmayan şagird. Bildiyin məsələ, bilmədiyin məsələ. İndi, gəlin feili sifətləri seçək. Dünən gördüyün hadisə. Burada feili sifət gördüyündür. Hansı sualına cavab verir? Pambıqla yüklənmiş maşınlar. Hansı maşınlar? İçməli sudan. Hansı sudan? Görüləsi işimiz. Hansı işimiz? İndi baxırıq ki, burada feili aid və sifətə aid. Feili aid ümumiyyətlə hərəkət bildirirlər, təsdiqdədirlər. Sifətə aid xüsusiyyətlərimiz isə hansı sualına cavab verirlər. Birinci sütunda, keçək C çalışmasına. Birinci sütunda altına xətt çəkilmiş şəkilçilərdən istifadə edirik. İkinci sütunda tamamlayaq. Qaçan. Burada görürsünüz an şəkilçisidir. Yalnız baxın, yuxarıda mən sizə yazmışam şəkilçilər. Burada da olacaq gəzən uşaqlar. Yetişmiş meyvə. Burada da olacaq soyunmuş çay. Baxdığımız film, oxuduğumuz kitab. Həll edilməli problem, kəsilməli ağac. Gediləcək yol, burada da yazacaq, veriləcək cavab. Gördüyünüz kimi, uşaqlar, bu şəkilçiləri mən burada sildim. Gördüyünüz kimi, bu şəkilçiləri mən burada yerinə qoydum və cavab ortaya çıxdı. Hansında feili sifət kontekstə uyğun olaraq inkarda işlənməlidir? Əslində təsdiqdə işlədir, amma siz onu inkarda, yəni müamil şəkilçisi ilə işlətməlisiniz. Sürüdən ayrılan qoyunu qurd yeyər. Atılan ox geri qayıtmaz. Gec gələn qonaq öz kisəsindən yeyər. Zəhmət çəkən adam rahatlığın qiymətini bilməz. Burada bir dənə inkarda olmalı olan budur. Zəhmət çəkməyən adam rahatlığın qədrini bilməz. Düzgün cavabımız 4 olacaq. Hansının feili sifət? Baxın uşaqlar, bir şey yadınızda saxlayın ki, feili sifət və sifət əslində çox oxşuyurlar bir-birlərinə. Feili sifəti biz inkar eləyə bilirik, o feil olduğuna görə. Sifəti isə inkar eləyə bilmirsiniz. Məsələn, gəlin nümunə üzərində baxaq. Məsələn, deyirəm ki, qaçan uşaq, belə yazırım, qaçağan uşaq və ya da ağlayan uşaq, ağlağan uşaq. İndi ikisində də ana oxşar bir şey görürsünüz. Çaşıb sevincə olub götürə bilərsiniz ki, ikisi də feili sifətdir. Burada qaç, qaçan, burada qaç, qaçağan, burada şəkilçi ağandır.
və bunu inkar edə bilirik. İnkar edə bildiyimizə görə bu olacaq fe'li sifət. Bunu isə inkar edə bilmədiyimizə görə bu sadəcə olacaq sifət. İndi baxın, fe'li sifətlə deyir sifəti fərqləndirmək üçün biri baxırsınız ki, düzəltmə sifət inkarlıq şəkilçisi qəbul etmir, yəni inkar olunmur, amma fe'li sifət isə inkar olunur. Solmuş gül inkar eləyin, solmamış gül. Bu fe'li sifətdir. Solğun çiçək inkar eləmək olmur, bu sifətdir. Qorxaq insan inkar eləmək olmur, sifətdir. Qorxmuş uşaq, qorxmamış uşaq fe'li sifətdir. Fe'li sifət olanlara bu işarəni qoyuram. Ağlağan qız, necə qız? Burada sifətdir. Ağlayan, ağlamayan fe'li sifətdir. Aşağıdakı cümlələrdə hansı sözlər hərəkətin zamanını bildirir? Həmin sözlərin qrammatik xüsusiyyətlərini müqayisə edin. Təyyarə səmada görünəndə hamı çox sevindi. Nə zaman hamı çox sevindi uşaqlar? Təyyarə səmada görünəndə. Səhər bütün yollar buz bağlamışdı. Nə zaman səhər? İndi nə görürük? Görürük ki, ikisində də hərəkətin zamanı var. Ancaq birini inkar edə bilirik, birini inkar edə bilmirik. Məsələn, səhəri inkar eləmək olmur, amma bunu inkar eləmək olur. Eyni ilə sifətlə fe'li sifət kimi. Baxın, biz bayaq nə danışdıq? Dedik, sifət və fe'li sifət arasında əsas fərq odur ki, sifəti inkar eləmək olmur, amma fe'li sifəti inkar eləmək olur. Eləcə də bizim də uşaqlar sizlə tanış olacaq fe'li bağlama haqqında. Fe'li bağlama da eyni ilə o şəkildədir. İki nitq hissəsinin xüsusiyyətlərini daşıyır. Fe'lin, bir də zərfin. Ortaq qərar qəbul edə bilməyiblər. Fe'l götürsünlər, yoxsa zərf götürsünlər. Hərəkət bildirir, təsdiq inkarda olur və hərəkət bildirən sözlə bağlı olur. Necə, nə vaxt, niyə suallarından birinə cavab verir. İndi evə gələndə bu haqda söhbət edərik. Burada fe'li bağlama evə gələndədir. Düşmən məğlub olub geri çəkildi. Necə geri çəkildi? Burada zaman bildirir. Nə zaman söhbət edərik? Evə gəlin. Düşmən məğlub olub geri çəkildi. Necə geri çəkildi? Tərzi hərəkət zərfidir. Lalə düşünmədən tərzi hərəkət. Ay, üzr istəyirəm. İkinciyə tərz hərəkət yazdım. Bu səbəbdir. Üzr istəyirəm, bu səbəbdir. Düşünmədən cavab verdi. Necə cavab verdi? Tərz hərəkət zərfidir. Axşam düşəndə nə zaman? Zaman zərfidir. Səni görüncə keçmiş günlər yadıma düşür. Yenə də bu da zaman götürərik. Keçirik S çalışmamıza. Elxan ona rişxənd ilə gülüb dedi. Güləndə dedi düz deyil. Gülüb dedi. Burada olacaq üp. İrəli getdikcə gözəl mənzərələr görür. Baxın, ümumiyyətcə bu şəkilçilər var ha. Bu şəkilçilərin hamısı fe'li bağlama şəkilçiləridir. Getdikcə o dayanmadan yol gedirdi. Tahir mağazadan çıxanda, anda, əndə. Belə. Görürsünüz uşaqlar, əslində biz sizinlə mövzuların izahına baxdıq. Yəni, çətin deyil, sadəcə biraz üzərində işləməlisiniz, təkrar eləyin, şəkilçiləri yadınızda saxlayın və məsdər, fe'li sifət və fe'li bağlamanı ümumidə mənimsəmiş ola bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Qeyd edim ki, çalışıram ki, mütəmadi olaraq test izahı, iş vərəqləri paylaşım. Sizdən də istəyim odur ki, rəy yazan zaman rəylərinizə fikir verəsiniz, etikadan kənara çıxacaq ifadələr, sözlər və yaşınıza uyğun olmayan sözlər işlətməyəsiniz. Çünki mən zaman ayırıram, vaxt ayırıram, istəyirəm sizin üçün videolar çəkim. Eləcə də məni Instagram hesabımdan və YouTube videolarımı izləməyi unutmayın. İstəyirəm ki, aşağıda yazasınız ki, dərsdən əlavə necə videolar çəkməyimi istəyirsiniz, hansı videolar sizə daha maraqlı gələ bilər. Növbəti səfər bu mövzulardan mütləq videolar çəkərəm. Belə,
Kanalıma abunə olub rəy yazmağı unutmuruq, çünki sizin fikirləriniz mənim üçün dəyərlidir. Həm də sizin rəyləriniz sayəsində statistikama müsbət təsir göstərəcək və mən daha çox video çəkmək istəyəcəm və daha keyfiyyətli videolar sizinlə bölüşəcəm. Belə, növbəti videolarda görüşmək ümidi ilə sizdən sağollaşıram. Hələlik.